Bir gecə mərhum Müqəddəs Ərdəbiliyə yuxuda deyirlər ki, get filan kəndə, orada bir nəfər ölüb, onun üçün meyyit namazı qıl. Bir neçə dəfə yuxusunda bu sözü təkrarlayırlar. Səhər açılanda yola düşür, gedib çatır həmin kəndə. Ünvanı öyrənib gəlib qapısına çıxır. Görür mərhumun xanımı qapıda durub. Xanımından ərini soruşur. Qadın başlayır narazıçılığa. Deyir, şükürlər olsun ki, canım ondan qurtardı. Müqəddəs Ərdəbili soruşur, niyə belə deyirsən? Qadın deyir, bütün kənd ondan bezmişdi. İçki içirdi, pis işlərlə məşğul olurdu, mənə də zülm edirdi. Ərdəbili ağa təəccüb edir ki, beləsi üçün namaz qılmağa Allah məni niyə göndərsin? Öz-özünə deyir, yox, bu işdə bir hikmət var. Xanımından soruşur, mərhum ölən zaman nə deyirdi? Xanımı deyir, elə bircə kəlməni təkrarlayırdı. Allahım, müqəddəs Ərdəbilini əff etməyə nə var ki? Sən məni, bu günahkar bəndəni bağışla. Ərdəbili ağa başa düşür ki, məsələ nə yerdədir? Və mərhuma cənazə namazı qılıb dəfn edir.